Yəni bütün hüceyrələr ilahi dərslə təchiz olunur, proqramı var. Məsəl üçün sən əgər təbiətə bir ziyan vursan və ziyan vurmağı dayandırsan, o yandırdığın meşə bir 50 ildən sonra baxasan yenidən meşə oldu. Bizim də orqanizmaya vurduğun ziyan ki var, o siqaret, alkoqol, nə bilim, qəzəb, stres, nələr. Bunları dayandırsan, orqanizm özünü bərpa edəcək təbiət kimi. Gez-tez o desə 7 ildən bir dəyişir nə olur, sonunda bərpa olunacaq. Amma ziyan vurmağı saxla, yetər ki stoplayasan bunu. Bunu eləməsən əlbəttə ki, sən... Yəni, həm bioloji tərəfdən təbii mühitdə yaşamaq, qidalanma, su, fizikəli, həm də ki, ruhi düşüncələri təmizləmək. Hüceyrələrlə danışmaq lazımdır. İnsan əgər doğrudan təşəkkür halını yaşamaq istəyirsə, qoy hüceyrələrinə təşəkkür eləsin. Hər şey təşəkkür eləsin, söhbət tək hüceyrədən getmir. Sən şirin içirsən də səhər-səhərdən, bizim Sovet də verirdi, bilməm, indi nə içirlər. Sən o pesoğu nəylə qarışdırır? Qaşıqla da, yoxsa barmağı salsın qaynar suya. Deməli, qaşıq sənə kömək elədi də. Salfetkanı, getmişsən restoranda birdən nəyəsə götürdün, dağıldı bura. Mən neyəm, 200 manatlıq kostyumla silim onu. O salfetka sənə kömək, onu götürüb, silib belə tullamalı deyilsin. Təşəkkür halına, sağ ol, köməyimə çatdın. Səliqəni yerinə qoymasın, harasa. Yəni, Vedalarda deyildiyi kimi sevgi və minnətdarlıq hissi. Bəli. Bunu eləmişsən, sən adamlıqdan danışmaq haqqın yoxdur. Sən əgər başqasının acısını başa düşənmirsinsə, sənin insanlıqdan haqqın yoxdur.